Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün danışmaq istəyirəm bu qış, yəni 2025 və 2026-cı illərin dekabr, yanvar, fevral ayını nəzərdə tutmuşam. Bu qış oxuduğum kitablar, izlədiyim filmlər və seriallar haqqında. Açığı film baxdım ki, o qədər çox deyil, niyə? Serial çoxdur. İndi hər biri haqqında qısaca məlumat vermək istəyirəm və hansıları sizə önərirəm, hansılarını yox, onu demək istəyirəm. Biraz qeydlər aparmışam, getdik. İlk serial, çox sevdiyim How I Met Your Mother. Ümid edirəm ki, adını düz dedim. Ananızla necə tanış oldum? Bu arada seriallardan və yaxud da kitablardan hansınsa İngilizcə adını səhv desəm, kusura bakmayın artıq. IMDb-si 8,3-dür. 2005-2014-cü illər arasında çəkilib. 9 sezondur və 208 bölümdən ibarətdir. Bu serial qısa məlumat vermək lazım gəlsə, yəni spoiler vermədən, New Yorkda yaşayan 5 yaxın dostun həyat hekayələrindən, sevgi, iş, həyat və dostluq hekayələrindən bəhs eləyir. Film belə başlayır ki, yəni ümumi ana xətt belədir ki, Ted Mosby adında başrol qəhrəmanı var, o həmin 5 dostdan biri. O 2030-cu ildə öz övladlarına, öz uşaqlarına keçmişdə anaları ilə tanış olana qədər olan dövr haqqında danışır və tanış olma dövründə danışır. Bu tanış olma, yəni ananın üzə çıxmağı serialda 9-cu sezondadır. Film hər nə qədər komediya janrında olsa da, filmdə dram da çoxdur. Mənim üzüldüyüm nöqtələr də çox oldu. İkinci izlədiyim serial Glee-dir. Bilmirəm niyə, deyəsəm ChatGPT önərmişdi bu serialı mənə. IMDb-si 6,8-dir. 2009-2015-ci illər arasında çəkilib. 6 sezon 121 bölümdən ibarətdir. Sezonların hər biri normal şəkildə gəlir. Axırıncı sezon 13 bölümdən ibarətdir. Yəni digər sezonlar 20 civarında bölümlərdir. Axırıncı sezon 13 bölümdür. Məktəbli uşaqların, liseydə oxuyan uşaqların xor dərnəyindən bəhs eləyir və bu musicaldır təbii ki. Mən açığı musicalda çox sevmirəm. Hardasa 2 bal falan oradan kəsdim. Amma deyim ki, serialda çox məşhur musiqilər yer alır. Bu həmin xorda, xor dərnəyində, xor dəstəsində belə deyim, olan uşaqların həm şəxsi həyatlarından, həm dərslərindən, həm üzləşdikləri problemlərdən, həm də qatıldıqları yarışmalardan bəhs edən bir serialdır. Eşcinsəllik kimi mövzular sizi narahat eləyirsə və bu mövzuların təbliği sizi narahat eləyirsə, bu serialda sizi narahat eləyən məqamlar ola bilər. Çünki artıq demək olar ki, Amerikada, Avropada çəkilən serialların çoxunda bu təbliğ olunur, eyni zamanda filmlərdə də və aşırı belə, yəni gözə soxurlar. Bu serialda da elədir. Serialda açığı mən baxdığım üçün davam elədim, çox da sevmədim və sonunda məni üzən bir şey oldu ki, axırıncı sezon ya 4 ya 5-ci sezonda Finn adlı baş qəhrəman həyatda da ölür. Yəni həyatda da öldüyü üçün filmdə də hətta bir bölüm ayırıblar, onunla vida mərasimi kimi belə bir şey. Həyatda həmin aktyor aşırı doz narkotikdən ölür. Demək illərlə mübarizə aparılmış bundan. Üçüncü izlədiyim serial isə türklərdəndir. Prens. 3-cü sezonunu izlədim. 1-2-ni daha öncə izləmişdim. 3-cü sezonun IMDb-si 8,5-dir. 3-cü sezonda daha ciddi məqamları var idi. Nəyə görə? Çünki Osmanlı ilə bağlı, Osmanlıya gəlirlər və Osmanlı ilə bağlı orada artıq çox əzici zarafatlar eləmək falan təbii ki, mümkün deyil. Amma yaxşı çəkiblər həqiqətən də. Və sonda, indi spoiler vermək istəmirəm, amma sonda demək olar ki, çox adam inanıram ki, ağlayıbdır. Sonu çox dramatik bitir. Amma deyəsən 4-cü də çəkiləcək, çünki hekayə yarım qaldı təbii ki. Belə və izlənir. Əkməyini də yeyirlər. 4-cü izlədiyim serial daha çox qızlara maraqlı gələcək. Gilmore Girl. 2000 və
2007-ci illər arasında çəkilib. IMDb-si 8,2-dir. 7 sezon 153 bölümdən ibarətdir. Bu arada mən serialları, filmləri və s. izlərkən mütləq onların çəkildiyi yerdən falan da maraqlanıram. Bu serialda Starsalov adlı bir qəsəbədə çəkilir, amma həmin qəsəbə realda yoxdur, sadəcə uydurma bir qəsəbədir. Amma filmdə, serialda, mən ancaq film deyirəm seriallara, amma serialda ən bəyəndiyim məqam o qəsəbə atmosferi, oradakı zarafatlar, oradakı insanların fərqli obrazları. Serial isə özü bütünlükdə Gilmore Girls, yəni Gilmore'lar adlı, soyadlı daha doğrusu, Lorelai və Rory adında ana qızdan bəhs eləyir. Ana Lorelai gənc yaşlarında Rory'yə hamilə qalır, ailəsindən xəbərsiz və belə deyim, ailəsi çox varlı olur, amma ailəsinin ideologiyası ona zid gəlir. O ona görə öz qızını da hətta doğulmamışdan əvvəl hətta köçür bu Starsalova, orada otelcilik işinə başlayır və qızını özü öz ideologiyasına uyğun istədiyi kimi böyüdür, yəni zənginlikdən uzaq. O qəsəbə ortamında böyüdür. Mən çox bəyəndim. Açığı axırıncı sezonda biraz Rory'nin, axırıncı sezonlarda deyim, Rory'nin hərəkətləri mənə qıcıq verdi. Çünki artıq o böyüyür, universitetə qəbul olur, Yale qəbul olur və orada biraz qıcıqlıq eləyir bəzi mövzularda. Nəysə, bu serial haqqında bu qədər. Keçək 5-ci serial. İzlədiyim 5-ci serial Stranger Things 5-ci sezon. Qarşısından bərbad yazmışam. IMDb-si 6-dır həmin sezonun. Təəssüf ki, o IMDb-ni elə hak edir. Türklər demiş. 2025-ci ildə çəkilib. 8 bölümdən ibarətdir. Bölümlər də hissə-hissə yayınlandı. Yəqin ki, izləyənlər bilir. Birinci hissə 26 noyabr, ikinci hissə 25 dekabr. Final səhnəsi, son bölümü isə 31 dekabrda yayınlandı. Finalı o qədər bərbad idi ki, belə şayələr, söhbətlər çıxdı ki, bu əslində final deyil də, uydurma final idi da. Final olacaq. İnsanlara hətta elə ümidlər vermişlər və yaxud da insanlar Stranger Things sevərlər, özləri üçün elə bir ümid yaratmışdılar. Açığı biz də hardasa inandıq. Çünki o dərəcədə bərbad idi finalı. Amma təəssüf ki, elə final həmin o bərbad finalıymış. Belə, amma ümumilikdə özü maraqlıdır serialın. Finalı pis oldu. Bir də orada bilirsiniz ən çox nəyi sevmədim? Sezon finalında da, belə deyim, sonuncu sezonda. Uşaqlar biraz böyüyürlər, artıq yetkinlik yaşında olurlar da. Və hamısı belə çox belə özünü çox ağıllı aparır falan. Bilmirəm, yəni biraz qəribə gəldi mənə. The Summer I Turned Pretty. Güzəlləşdiyim o yaz kimi tərcümə olunur türklərdə. Mən türkçə dublyajlara baxıram bu arada. 3-cü sezonunu izlədim onun. Digər 2 sezonunu izləmişdim. Onları da sevməmişdim. Amma 3-cü sezonunu izlədim. Maraqlı izlədim ki, yəni bu nə olacaq da? Bu çox vaxt yarım saxlamağı sevmirəm kinolar falan, serialları. Nəysə, yəni 3-cü sezon daha bərbad idi. Deməli, 2 rəfiqə olur, elə bil analar. Və bu analardan birinin 2 oğlu olur, birinin isə 1 oğlu, 1 qızı olur. 1 oğlu, 1 qızı olan rəfiqəsi gedir digər rəfiqəsinə qonaq. İkisində əri olmur. Onlara elə bil ki, yazlıq deyir türklər, bağ evinə gedirlər. Dəniz kənarı, bağ evinə ya da okean kənarı. Orada bu qız əvvəl böyük qardaşla göstərirlər ki, uşaqlıqdan, yəni birinci sezonda bunu göstərirlər, uşaqlıqdan necə sevgili olur, oğlanı sevir falan filan. Sonra qız gedir ki, onunla sevgili olur, sonra gəlir bunun balaca qardaşı ilə sevgili olur, sonra gedir yenə böyüklə sevgili olur, sonra gəlir yenə balaca ilə sevgili olur, sonra gedir yenə böyüklə sevgili olur, sonra balaca ilə evlənmək istəyir. Tam evlənəcəkkən necəsə hadisələr necə cərəyan edirsə, o qədər başdan getdi, baxdım ki, bu seriala. Hadisələr necə cərəyan edirsə, bu oğlan, balaca oğlan, yəni bununla evlənən, evlilikdən vaz keçir. Artıq dərk edir ki, bu bunun qardaşı ilə sevgilidir.
Sevgili değil də, yəni sevgili olublar. Yəni bunlar bir-birinə aiddir də. Aradan çəkilir, toydan imtina eləyir. Ondan sonra ən sonda qız qayıdır böyük oğlanla sevgili olur. Yəni, çox bərbad və ürək bulandırıcı bir situasiya idi mənə görə. 3 sezon 11 bölümdən ibarətdir. Axırıncı sezon 2025-də yayımlanıb. IMDb-si 7,3-dür, verməzdim. Məncə o 7,3 verənlər ərgənlər, o da bizim ərgənlər məncə bu qədər də şey olanmaz. Yəni Amerika, Avropa ərgənləridir və ola bilər ki, biraz filmdə yaz abu-havası var da, əsl yaz filmidir, yaz serialıdır. Ola bilər ki, o 7,3-dən bir qismi də ona görədir. Amma ümumilikdə bərbad idi. Bir digər serial isə mini serial, belə deyək, Adolescence, ümid edirəm, düz dedim, ərgənlik, yeniyetməlik deməkdir. 2025-ci ildə çəkilib, IMDb-si 8,1-dir, 4 bölümdən ibarətdir. Burada bəhs eləyir əsas nədən? 10-19 yaşlı gənclərin, yəni yeniyetmələrin həyatındakı zorbalıqdan bəhs eləyir. Belə deyim, bizim də vaxtımızda, yəni mən uşaq olanda 10-19 yaşları arasında var idi o zorbalıq, çox təəssüf ki. Amma indi o başqa bir boyut alıbdı. İndi sosial media, internetin təsirləri falan. Deməli, serialın əvvəlində göstərirlər ki, birinci bölümdə göstərirlər ki, FBI daxil olur evə və bilirsiniz necə? Biri var ki, şübhəli qismində deyək ki, hə, siz yaxınlaşın polisə falan. Elə yox, silahlarla falan gedirlər, ailənin bütün üzvlərini hərə öz otağından çıxır, hamı deyir ki, siz neyinirsiniz falan filan, neysə ora-bura. 13 yaşında bir oğlanı götürürlər, aparırlar. Deyirlər ki, deyir, bəs nəyin üstündə? Deyir, gələrsiz, izah eləyir falan filan. Neysə də əməl başda qandallayırlar, silahla falan aparırlar. Və orada uşaq da deyir ki, mən eləməmişəm. Yəni serialın əvvəlində baxırsan, deyirsən ki, yəni burada nəsə yanlış anlaşma var. Bu arada oğlanı niyə tuturlar? Öz sinif yoldaşını öldürdüyünə görə tuturlar və sonunu izləyim məncə. Bu elə mənə wow gəlmədi. Çünki mən biraz beyin yakan şeyləri sevirəm. Düz gedən serialları, filmləri sevmirəm. Amma bir tərəfdən də çox dərin mövzudur. Ona görə bəyəndim. Bu arada 8 Emmy mükafatı qazanıbdı bu serial. Və burada ailənin yaşadığı travma mənə ən çox pis təsir edən o oldu, təəssüf ki. Nəysə, baxın. Mini Dons'da 4 bölümdür. 8-ci izlədiyim serialda Olive Kitteridge, ümid edirəm ki, düz dedim, qadının soyadıdır, Olive isə adıdır. 4 bölümdən ibarətdir. IMDb-si 8,3-dür. 2014-cü ildə çəkilibdir. Əsasən sərt xasiyyətli, belə depressiyaya meyilli, dili acı insanlar olur, hamını acılayır. Bu Olive həmin qadınlardandır və riyaziyyat müəlliməsidir. Təbii ki, film boyu, serial boyu öz oğlunu da acılayır, ərini də acılayır, oğlu tələbəsi olur, şagirdi olur, belə deyim. Amma əri mülayim xasiyyətli, göstərirlər ki, film boyu qadın çox sərt olur, acıdil olur, əri isə çox mülayim xasiyyətli, yaxşı bir adam olur, əczaçı olur bu arada əri. Amma əslində qadının öz iç dünyası və gələcəkdə övladı ilə üzləşməsi orada özünü göstərir. Mən bəyəndim, yəni IMDb-də 8,3-də hər halda izləmək olar. Amma belə deyim də, yüngül bir şeylər axtarırsınızsa deyərdim ki, sizlik deyil. 9-cu izlədiyim serialın adı çox çətindir, oxuyacağım. The Woman in the House Across the Street from the Girl in the Window. IMDb-si 6,4-dür, 2022-ci ildə çəkilib. Burada əsas, belə deyim, qara komediya, psixoloji thriller bu mövzulardadır. Ailəsi faciəvi şəkildə dağılmış bir qadının, yəni bu pəncərədə oturan qadındır. Pəncərədən baxan zaman qonşuda baş verən bir cinayətə şahid olur. Amma qadın daimi olaraq şərab içdiyi üçün, təbii ki, ailəsində baş verən o övladını itirəndən sonra baş verən psixoloji sarsıntıdan dolayı həmişə şərab içir və
psixoloji dərmanlar içir, nevropatik dərmanlar içir və ona görə o polisə şikayət edir, amma heç kim ona inanmır. Amma bu işin peşini buraxmır. Bu arada 8 bölümdən ibarətdir və bölümləri 20-25 dəqiqə civarında belə eləyir, yazıları falan çıxsa. Mən baxın deyərdim. Absurd mövzulardan biri odur ki, qadın, yəni Anna gedir qızının məzarına və hər dəfə fərqli yazı yazılır məzarında, amma birinci yazılanı çox sevdim. Deyir, əgər sevgi səni xilas edə bilsəydi, sonsuza qədər yaşayardın.